Erdoğandan Zelenski ilə Putinə mesaj. Türkiyə Ukrayna məsələsində vasitəçi ola bilər. Türkiyə, Rusiya-Ukrayna müharibəsində atəşkəs elan edilməsini dəstəkləyir. Report xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan Avropa İttifaqının təşkil elədiyi həmfikir ölkə liderlərinin onlayn toplantısında deyib. Dövlət başçısı ədalətli, davamlı və şərəfli sülh üçün mübarizə aparan hər iki tərəfin masa arxasında olacağı möhkəm diplomatik zəminin vacibliyini ifadə edib. Biz tərəflər arasında etimadın möhkəmləndirilməsi üçün mümkün qədər sürətli formada atəşkəsin elan edilməsini, eləcə də hava və dəniz üzərindən hücumların dayandırılması ideyasını dəstəkləyirik. Erdoğan həmçinin bildirib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həll edilməsi istiqamətində müzakirələrə ev sahibliyi daxil olmaqla bütün mümkün dəstəyi verməyə hazırdır.